Salam dəyərli izləyicilər, xoş gördük kanalımda. Bu günləri mən mayalı qat-qat xəmir hazırlamışam. Çox gözəl xəmir əldə etmişəm. Deməli, bu xəmirlə həm börəklər, həm şirniyyatlar, həm kruasanlar da hazırlamaq olar. Keçək hazırlama qaydasına. Əvvəlcə bir qaba 5 stəkan unu əlavə eləmişəm. Üzərinə 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Daha sonra bura 6-7 qram belə deyək yaş maya, belə quru maya olsa 2 çay qaşığı maya bəs eləyər. Daha sonra 2 ədəd yumurta, 50 qram kərə yağı və apardığı qədər süd əlavə edib xəmirimizi yoğururam. Burada xəmirimiz çox yumşaq xəmir alınmır. Normal yumşaqlıqda xəmir yoğururam. Xəmiri də çox yoğururam ki, elastik olsun, yayanda mənim üçün rahat olsun. Xəmiri qoyuram, mayalansın. Yağımızı hazırlayıram. Burada bizim hazır 1 kiloqram yağımız var. Deməli, mən bu yağın tam yarısını istifadə edəcəm bu xəmirə, yəni yarım kilo. Bu qat-qat xəmir üçündür bu yağlar. Hazır bunu tort ləvazimatlarında bu formada almaq olur. İndi siz istəsəniz ayrı bir yağlardan da, yəni başqa paçka yağlar ki var, o yağlardan istifadə edə bilərsiniz. Xəmirim mayalandı, amma qoymadım xəmiri daha çox belə şişsin, daşsın, bulka xəmiri kimi. Mayalandı, elə bir mayalanma ilə də təzədən yoğurub mayalandırmadım. Mayalanan kimi xəmiri gördüyünüz kimi 2 hissəyə bölüb yayıram və soyuducuda saxlayıram bu xəmiri ki, çox şişib daşmasın. Xəmirin ölçüsünü də elə yayıram ki, kəsdiyim yağın ölçüsünə uyğun gəlsin. Yerləşdirəndən sonra bunu soyuducuya biraz gözləyirəm. Xəmirimiz elə bir damcı soyuyur, çox şişməsin. Həmən vaxtda mən bu yağı ayırıb qoyuram bir kənara. Yəni gördüyünüz kimi 2 hissənin ikisini götürürəm. Yarım kilo yağı isə qoyuram kənara. Başqa vaxtı bunu istifadə edəcəm. Mən burada toplam yarım kilo yağdan istifadə edirəm. Bölmüşəm 250 qram, 250 qram. Yəni hər kündəyə 250 qramdan istifadə edəcəm. Xəmirimiz tam soyuyub, həm də ki çox şişməyib. Amma mayalı xəmirdir. Yenə deyirəm, xəmiri çox belə şişirdib, aşırdıb, daşırıb elə eləmirəm ki, mənim üçün yaymaq, qatlamaq çətin olmasın. Deməli, yağı yerləşdirirəm xəmirin arasına və gördüyünüz kimi kənarlarını bu formada bərkidirəm ki, xəmiri yayanda kənarlardan yağları çıxmasın, mənim üçün rahat olsun. Daha sonra oxlov vasitəsilə xəmiri yayıram. Burada da yayanda diqqət edin ki, xəmiri belə bastıra-bastıra yayasınız ki, bir dəfəlik belə oxlovu vuranda xəmir içərisində xəmirin yağ gəlir bir tərəfə, ondan sonra xəmiri yırtır, yaxşı alınmır. Gördüyünüz kimi qatladım və üz-üzə qatlayandan sonra yenə 4 qat, baxın belə qat eləyib qoyuram. Yenidən bir salafana və yaxud streçə büküb soyuducuya. Yenə soyuducuya qoyuram ki, yağ bərkisin. İkinci gündən də sizə göstərirəm. Eyni qaydada eləyirəm əziz xanımlar. Burada bizim yağımız çox möhkəm deyil. Yəni buzluqdan çıxmış yağ, soyuducudan çıxmış yağ elə olanda, çox möhkəm olanda bunu xəmirin arasında yaymaq çox çətin olur. Yəni yağınız çox yumşaq da deyil, deyim ki, belə ərimə kimi, əl vuran kimi əyilir, yox. Biraz otaq temperaturunda saxlamışam yağı ki, mən belə yayanda mənim üçün çətin olmasın. Baxın, gördüyünüz kimi oxlovla yenə bastıra-bastıra yayıram yağı hər tərəfə. Ondan sonra tam yuxanı açıb, eynən birinci qaydada olduğu kimi bir qat üstdən aşağıya, bir qat da aşağı tərəfdən onun üstünə qatlayıram və kənarlarını üz-üzə gətirib bir də qatlayıram 4 qat. Bu formada qoyuram soyuducuya. Yenidən soyuducuda yağımız soyuyur xəmirin arasında. Hər dəfə soyuducuya qoyuram. Mayalı xəmir olduğuna görə çox istidə saxlamıram. Çox şişib aşı daşmasın, yəni rahat olsun yaymaq. Soyuducuda biraz qalandan sonra hiss edirəm ki, xəmir soyuyub, təzədən yağ bərkib, ondan bir də yayıram. Bu dəfə yenə üz-üzə qatlayandan sonra xəmiri 3 qat eləyirəm. Yəni 2 dənə üz-üzə axırda gətirmirəm. Elə bir tərəfini qatlayıb, sonra o biri tərəfini də onun üzünə qatlayıram və salam. Bizim qat-qat xəmirimiz hazır olur. İkinci yuxanı da eynən bu qaydada eləyirəm əziz xanımlar. Çox gözəl qatları, sayları hətta bilinən xəmir əldə etdim. Mayalı olmağına baxmayaraq rahat yayıldı, rahat qatlandı. İnşallah ki, siz də bəyəndiniz. Bu formada hazırlayın. Hazır buzluğa atıram belə xəmirləri. Yəni lazım olanda özüm üçün həm börəklər hazırlayıram, həm şirniyyatlar hazırlayıram. Ən azından heç bir şey olmasa da adi bunu yayıb kəsib şəkər tozuna bulayıb peçenyelər hazırlayıram. Siz də hazırlayın. İnanıram ki, məmnun qalarsınız bu xəmirdən. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə deyilsinizsə, abunə olub bəyənməyi də unutmayın. Hələlik.